Dükkanların birinde yangın hadisesi baş vermişti. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin Sülh prospektində yerləşən Cavid Ticarət Mərkəzində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xeyli sayda texnikası cəlb olunub. Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülüb. Fövqəladə Nazirliyinin 112 zəng mərkəzinə Sumqayıt şəhəri 32-ci məhəllə Sülh küçəsində Sumqayıt Ticarət Mərkəzi ASC ərazisində yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun qüvvə vasitələri yüksək çağırışla çıxış etmiş. Yanğın kəşfiyyatı zamanı məlum olmuşdur ki, Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən geyim əşyalar dükanlarından birində yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi yanğın söndürənlərin sevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək Ticarət Mərkəzinin digər ərazilərinə yayılmasına qarşısı alınmış və müvəffəqiyyətlə söndürülmüşdür. 91 13 33